Bu şəkil 1989-cu ildə Dəməşqdə çəkilmiş əsl foto şəkildir. Samir xristian cırtdan və onu belində daşıyan Məhəmməd müsəlman idi. Samir Dəməşq küçələrində gəzmək üçün Məhəmmədə güvənirdi. Kor olan Məhəmməd yeriyərkən onu çuxurlar və maneələr barədə xəbərdar etməsi üçün də Samirə güvənirdi. Biri görürdü, digəri yeriyirdi. Onlar bir-birini tamamlayırdılar və beləliklə həyatın sərtliyi ilə üzləşirdilər. Kor müsəlman və şikəst xristian. Onlar eyni otağı paylaşırdılar və eyni iş yerində işləyirdilər. Samir köhnə Dəməşq şəhərindəki çayxanalardan birində hekayələr danışırdı. Məhəmməd çayxananın yanında dayanmış arabasından humus satırdı. Sonra Samir vəfat etdi. Bu xristianın ölümündən sonra Məhəmməd özünü otağına kilitlədi və bir həftə ağladı. 2 həftənin sonunda onu otağında tək, kədərdən ölü tapdılar.